İkinci hissə ilə davam edirik uşaqlar. 17-ci testə baxırıq. Biz bilirik ki, ismin önündə boşluq varsa, bura işarə əvəzliyi, yəli əvəzliyi işlədə bilərik. Yəni təyin funksiyasına çıxış edə bilən əvəzliklər işlətməliyik. İndi baxın, yəli əvəzliklərimə baxıram ki, hər ikisi müstəqil işlənən formadır. Amma mənə burada isim veribdir. Ona görə bunların heç biri mənim işimə yaramayacaq. Və işarə əvəzliklərindən də bilirəm ki, onlar özündən sonra gələn isimlə kəmiyyətə görə uzlaşmalıdır. Yəni, əgər mənim ismim təkdirsə, mən onunla cəm işarə əvəzliyi işlədə bilmərəm. Əlimdə sadəcə C variantı qalır. 18-ə baxırıq. Törəmələr haqqında bizim kifayət qədər məlumatımız var, əminəm. Sadəcə üstündən bir keçək ki, məsələn, somebody, someone təsdiq cümlələrində işlənirdi. No one, nobody özləri inkarlıq bildirsə də xəbəri mütləq təsdiqlə tələb edir. İnkar xəbərlə sadəcə anybody, any və onun törəmələri işlənirdi, düzdürmü? Ona görə 18-də A variantı olacaq. 19-a baxırıq. Movie isimdir, təkdədir. Deməli, mən onunla yəli təyin funksiyasına onun əvəzi axtarmalıyam. Məsələn, obyekt əvəzliyi, obyekt halda olan əvəzliyi və yaxud da adlıq halda olan şəxs əvəzliyi təyin funksiyasına çıxış edə bilmir. Bunları sildim. Yerdə 3 işarə əvəzliyim qaldı. Onlardan da kəmiyyətə uyğun olanı sadəcə təkdədir, this-dir. Daha those-la this cəm olduğu üçün mən movie ilə işlədə bilmirəm. 20-yə baxaq. Qayıdış əvəzliyi istəyir. Biz dedik ki, işi icra edənlə uzlaşır. İşi icra edən kimdir? They. Onlar ağac əkməlidirlər. Özləri əkməlidirlər. They 3-cü şəxsin cəmində olduğu üçün mən də 3-cü şəxsin cəmində qayıdış əvəzliyi seçəcəm. 21-ə baxırıq. Whose money is this? Bu kimin puludur? Düzdürmü? İşarə etdi. Artıq mən cavab verəndə bunu adlıq halda olan əvəzliklə cavab verəcəm. Çünki burada baxın, xəbərin önündə gəlib mübtəda funksiyasında olmalıdır. Them olmayacaq, it's olmayacaq. Bunları keçdim. These o halda olardı ki, burada mənim əvəz elədiyim əvəzlik cəmdə olardı. Daha mənə burada təkdə işarə əvəzliyi verirsə sualda, mən ona necə cavabda cəm halda verim? Pul sayılmır axı. Və keçdik money. Hansı şəxsdədir? 3-cü şəxsin təkindədir, düzdürmü? Okey, hansı cinsdədir? Neytral cinsdədir. Pul it ilə əvəz olunacaq, he ilə əvəz olunmaz. Sonra 22-yə baxırıq. Burada bizdən kompleks object istəyir. Ümumiyyətlə, baxın, feildən sonra boşluq var. Feildən əvvəlki boşluq mübtədadır. Adlıq halda onun əvəzlik lazımdır. Feildən sonraki boşluq isə tamamlıqdır, obyekt halı lazımdır. Bu adlıqdır, bu adlıqdır, bu yiyəlikdir, bu da yiyəlikdir. Obyekt olan sadəcə A bəndidir. 23-ə baxırıq. Əvəzləməyimizi istəyir. Mr. Simpsons. Deməli, Mr. Simpson kişi cinsində isimdir. Xüsusi isimdir, adam adı bildirir və o yiyəlik haldadır. Deməli, mənə kişi cinsinin yiyəlik halı lazımdır. Bu obyektdir, bunlar 3-cü şəxsdir. B, D hələ ki düzdür. İkinci tərəfdə baxırıq. Your aunt. Bu təkcə your-a baxmayın. Yours demin. Çünki bu your-dan sonra aunt gəlir. Yiyəlik hallı birləşmələrdə ikinci isim önəmlidir. Sən yox, sənin xalanın. Tamam mı? Deməli, mənə qadın cinsində yiyəlik lazımdır. Bu da olacaq D bəndi. 24-ə baxırıq. Baxın, feildən sonra isim gəlib. Deməli, bu tamamlıqdır. Tamamlığı da mən obyekt halında olan əvəzliklə əvəz eləyə bilərəm. Bu yiyəlikdir, bu adlıqdır. S, Y, D hələ ki düz görünür. İkinci tərəfi yenə feildən sonra gəlibdir. Deməli, bu yenə əvəzlikdir. Daha doğrusu obyekt tamamlıqdır. Mənə obyekt halda olan əvəzlik lazımdır. Bu adlıqdır, bu da yiyəlikdir. Bir dənə əlimdə D qaldı. Baxın, yenə yiyəlik əvəzlikli birləşmədir, düzdürmü? Daha isim deyil, apostrof S-lə göstərməyib, yiyəlik əvəzliyi ilə göstərib. Bu birləşmələrdə ikinci tərəf önəmlidir. Yəni, o yox, onun uşaqlarıdır əsas məsələ. Uşaqları da them ilə əvəzləyəcəm. 25-ə baxırıq. Feildən sonra gəlibdir. Tamamlıq funksiyasındadır. Obyekt hal lazımdır mənə. Və waitress qadın cinsində təkdədir. Ona görə kişi cinsini siləcəm, cəmi siləcəm. For the bill yenə tamamlıq funksiyasındadır. Baxın, söz önündə işlənibdir. Sonda 3-cü şəxsin təkində neytral cinsdədir.
Bu its yiyəlikdir. Bir dənə əlimdə A bəndi qaldı. The waiter, the waitress'in kişi cinsidir. Baxın, waitress qadın cinsində, ofisiant, waiter kişi cinsində ofisiant. Deməli, mənə bu dəfə kişi cinsi lazımdır. Ona görə D və Y qaldı əlimdə. Juice feildən sonra tamamlıq funksiyasında, sayıla bilməyən isimdir. Neytraldır, ona görə Y variantı olacaq. Its yiyəlikdir. Mənə burada yiyəlik heç nə lazım deyil. 27-yə baxırıq. Trousers ismin önündə mənə işarə vəzi işlətməyimi istəyir. Biz dedik ki, bunlar kəmiyyətə görə uzlaşmalıdır. Ona görə bunlar qalsın hələ ki. Deyir ki, sən bu şalvarları almasan, mən onları alacam. Düzdürmü? Söhbət şalvardan gedir və ona görə mən onu tək də işlədə bilmərəm. İkincisi, feildən sonraki boşluq olduğu üçün mənə obyekt hal lazımdır. Bu da B bəndindədir. Bu adlıqdır, bu adlıqdır. 28-də baxırıq. Scissors həmişə cəmdə olan isimdir. Çünki iki hissədən ibarətdir. Eyni ilə trousers kimi. Və mən that işlədə bilmərəm onunla. İkinci tərəfdə yenə scissors-ı əvəz edəcəm. Düz feildən sonra gəlibdir, obyekt halı lazımdır. Mənə yəni cəmin obyekt halı lazımdır. Bu da D bəndindədir. Bunlar təkdir, bu da adlıq haldır. 29-a baxırıq. İsim gəlibdir. Qarşısında yiyəlik əvəzi işlətməliyəm, düzdürmü? Bunu çıxdım. Burada qayıdışlıq heç bir şey yoxdur. St. James Park. Müqəddəs James Parkı. Söhbət parkdan gedir. Təkdədir, neytral cinsdədir, düzdürmü? Ona görə mən üçüncü şəxsin neytral cinsində yiyəlik əvəzi işlədəcəm. Bu da its olacaq. 30-da scissors cəmdədir. B gedəcək, Y gedəcək, D gedəcək. Xəbərim, baxın, cəmdədir. Mən it işlədə bilmərəm. Bir dənə əlimdə A qalır. 31-ə baxırıq. Yenə trousers cəmdədir. Bunu sildim, bunu sildim. İkinci, trousers, axı biz ismi bir dəfə işlədəndə təkrar işlətmirik, onu əvəzlikdə əvəz edirik, düzdürmü? Trousers cəmi əvəzlədəndə them olacaq. Çünki feildən sonra gəlibdir, boşluq var burada, mənə obyekt hal lazımdır, D bəndi olacaq. Bu da getdi. 32-yə baxırıq. Advice, sayılmayan isimdir, düzdürmü? Sayılmayan isimlə mən cəm, yiyəlik, əvəzliyi işlədə bilmərəm. Bu getdi, şimdi alıcı. Y variantında hers müstəqil işlənir. Ondan sonra isim gələ bilməz. Bu da belə getdi. Xəbərin önündəki boşluğa biz mübtəda qoymalıyıq. Yəni adlıq halında olan şəxs əvəzliyi. Bu yiyəlik əvəzliyi işimə yaramayacaq. D bəndi mənim düzgün cavabım olacaq. The guests, qonaqlar, mübtədadır. Xəbərdən öncə gəlibdir. Qonaqlar cəmdə olduğu üçün mən onu üçüncü şəxsin cəmi ilə əvəz edəcəm, düzdürmü? Hələ ki D, B, C düzdür. D, glasses, burada stəkanlardan söhbət gedir, cəmdədir, tamamlıq funksiyasındadır, çünki feildən sonra gəlibdir. Deməli, mənə obyekt halında olan üçüncü şəxs lazımdır, bu da C variantı olacaq. Aha, scissors. Yenə cəmdə olan isimdir. Ona this, that işlədə bilmərəm. They də ola bilər, those, these də ola bilər. İkinci tərəfə baxırıq. Deyir ki, bu qayçı benindir, yoxsa səninki. Yəni, burada baxın, yiyəlik hal lazımdır, amma isim verməyib sonrasında. Mənə müstəqil yiyəlik hal lazımdır. Bu da D bəndi olacaq. 35-ə baxırıq. Eyni yuxarıdakı testin təkrarıdır. Glasses, eynək cəmdə olan isimdir. Onunla mən these işlə bilmərəm. Deməli, 5-i çıxacam bir dəfəlik buradan. İkinci tərəfdə də mənə müstəqil yiyəlik əvəzi lazımdır. Çünki burada isim yoxdur. Ona görə 2-ni siləcəm, 3-ü siləcəm. 1, 4 düzgün cavabım olacaq. 36-ya baxırıq. R, mənim xəbərim cəmdədir. Mən onunla tək yiyəlik işlədə bilmərəm. İkinci tərəfə baxıram ki, artıq burada boşluq verib və boşluqdan sonra isim verib. Deməli, mənə müstəqil yox, aslı yiyəlik əvəzi lazımdır ki, bu da 1 və 3 olacaqdır. Quş öz qanadları açdı və uçdu. Düzdürmü? Mənə yiyəlik lazımdır. Baxın, isim var, ismin önündə boşluq var.
Deməli, mən müstəqil işlənəni sildim. It yiyəlik bildirmir, it is də yiyəlik bildirmir. 2 dənə variantım qaldı. Təkmi işlədim, cəmmi işlədim. Mübtədama baxacağam ki, mübtədam təkdir. Ona görə mən təki götürəcəm. 38-ə baxırıq. You will love the place with... Aha. Yenə isim var. Boşluq var. Yiyəlik axtaracam. Müstəqil olanları siləcəm. Yiyəlik olmayanları siləcəm. 3 variantım qaldı, düzdürmü? Üçü də üçüncü şəxs, kişi cinsi, neytral cins və cəm. Bəs nəyə bir əsasən seçəcəm bunu? The place-ə əsasən. Deyirsən, bu günəşli havası olan yeri sevəcəksən. Və söhbət the place-dən gedir. O da neytral cinsdə olduğu üçün D bəndi seçəcəm. 39-a baxırıq. Feildən sonra obyekt al gəlməlidir. Hər hamısında obyekt aldı. Okay. Jane expected to invite her to our house. Okay. İndi deyir ki, Jane bizdən gözləyirdi onu bizim evə dəvət etməyimizi. Burada obyektlə yiyəlik eyni şəxsdə olmalıdır. Bunu hardan bildim? Cümlənin tərcüməsinə əsasən bildim. Jane gözləyirdi məni. Baxın, mine olmayacaq. Niyə? Çünki isim var. Mine da müstəqildir. Ours da olmayacaq. Hələ ki buna görə silsək. Geri qalan hamısı düzdür. 1, 3, 5 A variantı. Burada başqa heç bir problem yoxdur. İndi ikinci hissəyə bax, 40-cı testə baxaq. Eyni 39-cu test kimidir. Burada da gəlin there's-i silək. Çünki burada məndən müstəqil olmayan yiyəlik lazımdır. 4-ü sildim. Bu tərəfdə isə adlıqları siləcəm. Çünki feildən sonra tamamlıq gəlir. 2-ni də siləcəm. Kevin wanted us to come to his place, wanted them to come to his place, wanted her to come to his place. Heç bir problem yoxdur. Tam mənası da uyğun gəlir, qrammatik şəkildə də uyğun gəlir.